videonu diqqətlə izleyin. Bugün size TikTok'ta tamamen pulsuz bir şekilde takipçi sayınızı necə yükseldə bilərsiniz onu göstereceğim. Dikkat, bot takipçi olmadan tamamen pulsuz ve şifresiz bir şekilde takipçinizi necə yüksəldəcəksiniz onu göstereceğim. İndi isə sizden sadece istediğim bu videonu beğenirsiniz, istifadəçi adınızı, TikTok istifadəçi adınızı yorumlara yazırsınız, mənə dəstək olursunuz. Mən də sizə dəstək olaraq TikTok hesabınıza 5000 takipçisi tamamen pulsuz olarak göndereceğim. Bu şekilde yoklayabilirsiniz. Aynı zamanda kanala da abone olmayı unutmayın, xahiş edirəm. Dostlar, ilk önce TikTok hesabımıza gelirik. TikTok hesabımıza geldikten sonra yukarıdan sağ tarafta 3 xətt var. Bura tıklayırsınız dostlar. Buradan məxfilik bölümüne gelirsiniz. Məxfilik bölümüne geldikten sonra hesabınızı gizlədirsə gizliden açırsınız. Yani herkese açık halda edirsiniz. İstifadəçi adınızı bu şekilde kopyalayırsınız. Yani profil şəklinizin altındaki istifadəçi adınızı kopyaladıktan sonra Google'a gelirsiniz dostlar. Google'a gelirsiniz, takipçi.com yazırsınız. B hərfindən yazmağa diqqətli olun dostlar. Başqa sayta getməyin. Yaşıl rəngli logolu saytdır. Azərbaycan saytıdır. 5 ildir rəsmi olaraq fəaliyyət göstərir. Dostlar, sayta daxil olduğundan sonra görürsünüz aşağı tərəfdə pulsuz xidmətlər yazıb. Bura daxil olursunuz. Buradan TikTok xidmətlərinə daxil olub, buradan da TikTok pulsuz takipçi xidmətini tapıb daxil olursunuz. Bura daxil olduqdan sonra istifadəçi adınızı buraya yapıştırırsınız. Miqdarı özünüz seçirsiniz. Seçdikdən sonra göndər düyməsinə basaraq siz də bu şəkildə pulsuz takipçi əldə edə bilərsiniz. Diqqət. Sonra geriyə qaydırıq. Buradan gördüyünüz kimi TikTok pulsuz bəyəni, pulsuz baxış, Instagram pulsuz takipçi, YouTube abunə xidmətlərindən tamamen güvenilir olarak şifresiz bir şekilde yararlanabilirsiniz.